Naxçıvan Dövlət Universitetinin elmi tədqiqat strategiyasında duz araşdırmaları mövzusu prioritetlərdən biridir. Belə ki, biz illik elmi tədqiqat planı hazırlayarkən ölkəmizin və elmimizin müxtəlif problemlərin öyrənilməsi ilə yanaşı, əsasən Muxtar Respublikamızın potensialının elmi tədqiqata cəlb olunması istiqamətində işlər aparılır. Ölkəmizin qabaqcıl tədqiqatçıları uzun illər Duzdağ mağarasını, Duzdağ mədənini öyrənmək üçün burada arxeoloji, folklor, tarixi araşdırmalar aparıblar, müxtəlif simpoziumlar, konferanslar keçirilibdir və Naxçıvan Dövlət Universiteti də birinci Duzdağ Respublika konferansını keçirdikdən sonra bu konferansın beynəlxalq müstəvidə, beynəlxalq elmi əməkdaşlıq müstəvisində öyrənilməsini qərarlaşdırılıbdır. Bu baxımdan artıq biz 3 il əvvəldən Universitet Elmi Şurasında təsdiq olunmuş bizim elm strategiyamızda Duzdağ mövzusunda, xüsusilə duz araşdırmaları mövzusunda bir beynəlxalq tədqiqat qrupunun yaradılması qərarına gəlmişik və beynəlxalq tədqiqatları aparmaq üçün bizim birinci mərhələdə əlbəttə ki, beynəlxalq konqresin keçirilməsini planlaşdırdıq. Bu gün üçüncüsü gerçəkləşdirildi bu konqresin. Konqres öz ətrafında artıq respublika miqyasını aşaraq beynəlxalq duz tədqiqatçılarını toplayır və biz bugünkü konqresimizdə də heç təsadüfi deyil ki, qardaş Türkiyəmizdən olan İqdir və Çankırı Karatəkin universitetlərini bu konqresin təsisçiləri sırasında, təşkilatçılar sırasında görmək bizim üçün xoşdur. Ona görə ki, bu universitetlərin yerləşdiyi şəhərdə həm İqdir ərazisindəki Tuzluca duz mədəni, həm Çankırı ərazisindəki Çankırı duz mədəni də Naxçıvan duz mədəninə uyğun, spesifikası eyni olan duz mədənləri kimi tədqiqat eyniliyi var və təbii ki, bugünkü konqresin təşkilatçılarından biri Polşanın Jeşuf Universitetidir. Bilirsiniz ki, Polşadakı məşhur Veliçka duz mədəni də dünyaca məşhur olan duz mədənidir və oradan da tədqiqatçılar bugün bizim bu konqresdə iştirak edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin alimləri bu konfransa qoşulublar və təbii ki, biz gələcəkdə Bolqarıstan və Avstriya tədqiqatçılarını, hansı ki, o şəhərlərdə, Bolqarıstanda və Avstriyada yerləşən duz mədənləri olan universitetləri də bu konqresin ətrafına toplayaraq gələcəkdə bir beynəlxalq ekspedisiyanın fəaliyyətini təmin etmək məqsədi güdürük. Bu konqresin ən ciddi əhəmiyyəti ondan ibarət oldu ki, biz bu konqresdə İqdir, Çankırı Karatəkin Universiteti və Naxçıvan Dövlət Universitetinin birgə razılığı əsasında birgə duz araşdırmaları tədqiqat mərkəzinin, institutun yaradılmasına nail olmuşuq. Yəqin ki, yaxın vaxtlarda bu tədqiqat institutunun rəsmiləşməsi gerçəkləşdiriləcəkdir bizim əməkdaşlıq memorandumundan sonra. Biz düşünürük ki, bu duz mədəni həm tarixi baxımından, hansı ki, bunun artıq tarix olaraq 8000 ildən artıq bir dövrə qədər, eneolit dövrünə qədər olan tarixini bizim tədqiqatçılarımız sübut ediblər. Bunun tarixi ilə yanaşı bu konqresin məqsədi həm də uzun illər tədqiqatdan kənarda qalmış Naxçıvan duzunun kimyəvi və sənaye əhəmiyyətini daha çox öyrənməkdən ibarətdir və bunun beynəlxalq tədqiqatçılar tərəfindən məruzələrin bu panellərdə dinlənilməsi elə bilirəm ki, bu istiqamətdə bizə kömək edəcək. Mən xüsusilə bugünün önəmini konqresin keçirildiyi yerlə, məkanla bağlı qeyd eləmək istəyirəm ki, bugün ilk dəfədir ki, duza həsr olunmuş bir konferans məhz mədəndə keçirilir, duz mədənində keçirilir. Duzdağ fizioterapiya mərkəzində keçirilir və bu duz mədəni görürsünüz ki, son illərdə doğrudan da öz imkanlarını genişləndirib, Naxçıvana gələn turistlər üçün və beynəlxalq turizmin inkişafı üçün burada yeni infrastruktur imkanlar yaradılıbdır. Bugünkü həm konferans salonu, Duzdağ mədənində olan konferans salonu mənim dünyada gördüyüm ilk konferans salonudur ki, məhz mədəndə yerləşir. Həm burada açılmış yeni kitabxana, həm bu konferans salonu, həm yeni şaxtalarda imkanların, sosial imkanların, məişət imkanlarının genişləndirilməsi buranın sadəcə fizioterapiya mərkəzi kimi məhdudlaşdırmır. Buranın eyni zamanda turistik, istirahət və tarixilik baxımından gələcəkdə daha çox insanlara xidmət imkanları təqdim eləyir və biz konqresdə səsləndirdiyimiz fikir bundan ibarət oldu ki, gələcəkdə burada duz muzeyinin yaradılması təşəbbüsünü də biz ziyalılar irəli sürmüşük. Biz duz mədəninin ətrafında aparılmış uzun illərin tədqiqatlarından əldə olunmuş tarixi materialların məhz bu şaxtaların birində muzey şəklində fəaliyyət göstərməsini arzuluyuruq. Tədqiqatçılar buna böyük dəstək olacaqlar. Bu sahədə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının həyata keçirdiyi son illərdəki tədbirlər doğrudan da təqdirə layiq tədbirlərdir ki,
məhz ziyalılar üçün, turistlər üçün, eyni zamanda sağlamlıq turizmi üçün buraya üst tutmuş insanlara belə bir yüksək səviyyəli xidmətlər təklif olunur. Həmkarlar İttifaqı Şurasına bütövlükdə bu işdə əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm. Konfransa dəvətimizi qəbul edib gəlmiş qonaqlara bir daha təşəkkürümü bildirirəm. Panelçilərə, iştirakçılara, bölmələrdəki məruzəçilərin hər birinə uğurlar, nailiyyətlər arzulayıram. Sağ olun.